Salam, hər vaxtınız xeyir olsun. Ay maşallah, sənə qismət olsun, ay anar. Bilmirəm nə vaxt, neçə ildən sonra hansı yaşda ama olsun. İnşallah, inşallah Vüsayla xanım, Allah ağzınızdan eşitsin inşallah. Və bütün qonaqlarımızı salamlayıram. Vəfa xanımın xəttini dünyalar qədər çox istəyirəm. İstədim ki, ekskluziv olaraq elə biz incəsəhər verişində göstərək. Və bir neçə gündür ki, gündəmiz zəbt edib bu maşın mövzusu. Vəfa xanımın 400.000 azelli maşını. Maşallah. Yeni bir maşındır. Nömrəsini göstərək. Nömrəsində qiyməti 1000 manatdır. Üzr istəyirəm, 100.000, 500.000. Ya, 500. Nə qədər Vəfa xanım? Düş aşağı. Çox deyirsən. 100.000 çoxdur deyir aşağı. Yox, maşının da qiymətini çox deyir. Hə, indi Vəfa xanım özü açıqlasın. Cəsarətli xanımdır Vəfa xanım. Yox, yəni Öyle səhvdir ki, düzün sən. siz deyən qiymət deyil, aşağıdır. Yaxşı, maşının nömrəli 400 Bu olar. Vəfa xanımın Olar. Hə. Olsun. Vəfa xanımın bu 6-cı maşınıdır. Xeyirli uğurlu olsun inşallah. Və sosial şəbəkələr yazıblar ki, Baləlinin maşını bahadır, yoxsa Vəfa Şərifovanın. Amma mən qeyd edim ki, araşdırdım, özüm də baxdım. Vəfa xanımın maşını bahalı maşındır. Öz adına da sonra deməyin ki, hardasa götürüb, icarəyə falan. Öz maşınıdır, özümüz də baxmışıq. Aha, sənətli sübutda yoxlayıb bizim uşaq. Bəli, yoxlamışam, daha sonra baxmışam ki, görüm nə var, nə yox. Bu İçini göstər. sadə ulduzdur da xanım. Yəni 4 manat. 4 manat. Aha. O lazımdır da, Eynəyi. saxlayanda. Bu eynən qiymətən bahalı da. Sürücülük vəsiqəsi. Onu hələ mən açmamışam vallahi. Onları göstərmək olmaz çox. Baxın. Yaxın vermə. Baş üstə digərə baxaq. Keç. Burada da yəni ki, boşluqdur. Bilirmiş Vəfa xanım ki, anar gələndə çəkib göstərəcək. Ona qədər çox əşyaları qoymayın Vəfa xanım. Yox, deyir, hələ Necə təsəd baxaq? elə 2-3 gündür sürür yazıq qız. Neynəsin? Dayan görək. Balaylı kimi gör, bahalı xeyirli parfumlar, uğurlu olsun paltarlar, nə var Heç orada? nə yoxdur, bomboş. Hə, yoxdur da. Birazdan köçəcəm Yoxdur. Brend paltarlar hamısını evə qoyub hamısını.